Alo, Alo. selamünaleyküm. Aleyküm salam. Ben üzr istəyirəm, Murtuz müəllimdir. Bəli, buyurun. Kim idi? Ay Murtuz müəllim, əvvəla təbrik edirik sizi. Bu lotereyada qazandınız. Çox sağ olun. Təşəkkür edirəm. Can sağlığı ilə yaşıyorsunuz. Çox sağ olun. Nətər hiss Ondan edirsiniz qismət özünüzü? olsun. Amin. Nətər hiss edirsiniz özünüzü? Çox sağ olun. Əla. Həyəcanlı. Deyir ki, o bir dənə misal var, deyir ki, nə yoğurdum, nə yaptım, hazırca köçə tapdım. Yaxşısınız. Sağ olun. Mən sizin Kim idi? Mən nömrənizi obadan aldım, o marketdə, o şey. Bəli. O bir qaşaq qız var idi, o şəkili yerimiz idi, o verdi nömrənizi. Şeydi, mən zəng elədim, belə sizdən, nətər deyim, dimağa da utanıram ha biraz. O ev var, Bəli. o siz utduğunuz, Bəli. qazandığınız iki otaq, böyük mətbəxi olan. Bu elə Buyurun, bir ki, bəli. o evi biz, mən təmir eləmişəm də, o evi təmirini mən eləmişəm. Bəli. O vaxtda elə bir ki, onlar da biraz orada təmirini tam olaraq pulumu vermədilər. İndi mən onlara demişəm, deyir ki, gedin müəllimlə şirinlik alın. Mən şirinlik istəyirdim sizdən. Dayı, nə bilim, valla. Yəni, mənim heç xəbərim yoxdur, birincisi. Ya, mən elə çox... Hələ ki... Ya, mənim xəbərim var, Yox. hər bir şeyi mən eləmişəm. Mən onlar mənim pulumu açıq bir dənə söz deyəcəm sizə də. Yəni, mən elə çox pul istəmirəm. Yəni, 10.000, 5.000 şirinlik versəz, mən də gelib balalarıma bir şey alaram da. Ay dayı, 10.000, 5.000 deyirsiniz, 10.000, 5.000 mən nətər verim pulu? Yəni, Ay o can ev... o yiyim, Allah, Allah səni saxlasın. O boyda ev Mən qazanmışsınız. ev qazanmışsan evdir də. İndi mən onu pul deyil axı o. Mən nətər verim onu da? Mən də bildim də indi o boyda evin qabağı. Elə bir ki sizə deyirlər ki, gətir 5.000 ver, sənə bir dənə ev hədiyyə eləyirik, 2 otaqlı. Verməyəcəksiniz? Dayı, 5 nəfər zəng eləyən məsəl üçün şirinlik istəyir, şey istəyir. Mən bilirəm, əziyyət çəkibsə, Allah sana sağ eləsin. İşləyibsə, həqiqətən doğru deyirsə. Mən bu burada şey götürər söyləyim. Mən sadə bir adamım. Burada məsələn 5.000, 10.000 söhbət edirsiniz. Bu tək mənim deyil axı o. Alo. Bəli. Salamünaleyküm. Aleyküm. Mən bu kişinin yoldaşıyam. Bir yerdə neçə ildir, 25 ildir bir yastığa baş qoyuruq. Allah sizə can sağlığı versin, təbrik edirik evinizə. Neçə belə gözəl günlər qeyd eləyəsiniz evinizdə. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram. Bu kişi əziyyət çəkdi də, indi onun pulunu vermək lazımdır. Mən də kömək eləmişəm, biz ora belə kürəyində sement qaldırmışam. Şirinliyini verərik. Elə çox istəmir ki, 10.000, 5.000, 7.000, 8.000, nə imkanı çatır şirinlik verin, biz də halallığını verək. Amma bir dənə söz deyəcəm, bu kişi... Halallı, sağ olun, minnətdaram, təşəkkür edirəm, yəni əziyyət çəkibsiniz. Bu şirinlik olan şeydir, şirinlik indi... Yo, mən sizə bir dənə söz deyim, siz vermək istəmirsiniz. Şirinlik o başqa söhbətdir, amma da şirinlik istəmək başqa söhbətdir. Belə danışım sizə. Vermək istəmirsiniz şirinlik. Şirinlik vermək istəmək söhbət deyil, sadəcə o şirinliyin də istənmə qaydası var. Məsələn, 5.000, 10.000 birdən şirinlik istəyən şeydir. Kreditə götürə bilmərsiniz, Kreditə götürmək? Bu da iş görürdü də orada. Yəni elə şey olur ki, silikon çatmıyor, öz cibindən alırdı bu yetim. Köməkli göstərir, sadəcə olaraq 5.000, 10.000 deyib məbləğ götürmək, şirinlik götürmək. Bu doğru deyil. Bizim Bakıda evimiz yoxdur. Canınızı sağ eləsin. Sağ ol. Olarmı ki biz arada gəlirik da 2 gün, 3 gün qalırıq. Biz burada pərdə işi görürük. Yoldaşım da halva satır Şəkidə. Yəni arada gəlib qalmağa yer olmur. Heç olmazsa otağın birində qalmaq olar. Otağın biri mənim digər yoldaşımındır, dostumundur. Bir otaqda məndir. Qonaq eləyərəm sizi, niyə də olmasın ki? Bir gün, 2 gün qonaq eləyərəm. Alo, bəli. Mən görürəm sizdən pul çıxan şey deyil, amma mən bir dənə söz deyəcəm. Bax, bunlar ki mən evi... Ya, bunlar ki evi mən təmir edəndə mənim pulumu kəsitdilər, mən də evin gizlin bir yerinə iynə ilə deşib yumurta qoymuşam. O yumurtanın da yerini mən bilirəm. O evdə yaşamaq mümkün olmayacaq birazdan. Yəni orada, o yumurtanın yerini şirinliğimi verməsəz deməyəcəm mən. Yaxşı, siz şirinliyiz məndə. Sadəcə o məbləğ deyilməsi. Artıq o şirinlik istənmə qaydasını keçir.
Acan oyum, mən şirinlik bu qədər istəyirəm də o toyda maşının qabağını kəsirlər, deyir 100 manat ver, buraxın. Mən də deyirəm 5000 ver, buraxım da mən də halallığın. Açın başım buraxım halallığın getsin. Çox sağ olun, minnətdaram. Müəllim, mən həyatımda Bəli. sizin qədər sakit, təmkinli, səbirli adam görmədim. Radioda sizi narahat edirik. Radio 100.5-də bir radioda. Səhər efirində siz hal-hazırda sizlə bir balaca zarafat elədik. Yəni burada şəkili də yoxdur. Hala da yoxdur. Murtuz bəy, ay Murtuz bəy. Murtuz bəy. Sağ ol, bəli. Sabahınız xeyir olsun. Şirinlik olaraq nə Sabahınız qədər xeyir verəcəydiniz ki? Dediniz ki, mən özüm bilərəm də nə 50 qədər manat şirin. versə, nə qədər versə, deyin görək bilək də. Nə qədər O düşünün? məbləği siz radiodan zəng edirsiniz. Bəli, Bəli. hal-hazırda siz canlı yayımdasınız Radio TMB-də 100.5-də. Sizə xəbər vermişdilər ki, siz Fərqli bir şeydir. Elə ev qazanmaq da tam fərqli bir şeydir. Özdə 2 otaqlı, geniş necə bir hissdir, mətbəxli. sağlığınıza qismət, xoş günlər keçirdəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Bir dənə şey başa düşmədim. Qeyri-adi bir hissdir. Yəni Bu azdırmaq idi, dediniz ki, otağın biri mənimdir, biri Ay, sağ ol, dostumun. onu başa yox, düşmədim. azdırmaq deyil. Mən orada canlı yayımda demişəm. Aha. Yəni dostumla sağlıq olsun, çəkiliş olar, evi təqdim eləyəndə. Necə belə ikiniz danışırıq. bərabər yaşayacaqsınız? Bərabər yaşamaq deyəndə indi Satıb böləcəklər də. görəcək də indi sağlıq olsun, görək. Bəlkə razılaşdıq. Dostumla Niyə da yəni bərabər? yarı-yarıdır. Niyə? 50-50-dir. Niyə elə 50-50-dir. düşündünüz? Niyə? Ay, Niyə elə elə düşündüm? danışıblar. Çünki biz nə deyim? Ya Bir dəfə biz özlərə gedirdik açığı. Yoldaşlarla yığılırdıq. Hara Aha. gedirdiniz? Orada bazarlıq elədik. Biz sadəcə çeki verdi mənə. Dedi ki, götür dedi, sən qeydiyyatdan keçirərsən. ayda. Demək sizin əliniz yüngül olub. Onu da ürəyinə bax sən. Bax halal biz olsun sizə o- ki, bax sözünüzün üstündə dayandınız. Hə, mən orada canlı yayında da bildirdim ki, yəni bu ev tək mənim deyil. Yəni dostumlandır. Yəni bu elə bir şeydir ki, mən onu nətər deyim, ondan gizlədə bilmərəm. Okey. Bir dənə çekimiz var idi, bir dənə bir dənə çekimizdən idi. qeydiyyatdan Bir dənə qəbzlə udmusunuz evi. Bəli, bəli, bir dənə gəl. Şansa Daha bax sonra sən. şansdır. Biz Doğrudan. orada zarafat elədik hələ bir-birimizin arasındakı da. Ki ev mi çıxacaq, nə çıxacaq. Aa, İlk zəng gələndə olsun. sadəcə olaraq mən başqa bir şey, telefon kimi, xırda bir uduş kimi bir şeyi nəzərdə tutmuşdum ki, Aferin. oradan zəng vurublardı yəni. Sağlığınıza Şansınız qismət. yüksəkmiş. Biz də istədik Çox sizdən sağ bir olun, balaca təşəkkür zarafat Təbrik edək. edirik sizi. Xoş günlər Çox sağ keçirəsiniz o olun. evdə. Minnətdaram. Olmayanlara qismət olsun. Ay. Sağ Yəqin olun. ki, siz bundan sonra alış-verişlərinizi yenə də obadan eləyərsiniz. Bəli, yüksək səviyyədə biz demək olar həmişə obadan alış-veriş edirik. Sadəcə olaraq Peşəniz nədir? Bu Nə işlə tam məşğuldunuz? Bax da asta. peşəm mühasibdir. Mühasib. Ay. Təbriklər. Çox Hələlik. sağ olun. Hələlik özünüzə yaxşı baxın. Təbrik edirik. Biz də sizə demək istəyirik ki, Oba Marketlər şəbəkəsindən bütün alış-verişinizi edin, endirimlərdən yararlanın. Bizə ayrılan vaxt isə bitdi. Sağ olun, özünüzə yaxşı baxın.